Bilirəm, bu şeirimiz hər kəsin həyatını, çoxumuzun həyatından bəhs eləyir. Yazmışam ki, hər kəsin dadına çatdım, yetişdim. Bircə öz dərdimə dərman tapmadım. Əziyyətim, zülümüm özümə qaldı, gecəni yuxuda rahat yatmadım. Mən belə həyatı istəməmişdim. Nə üçün bəxtimi kəm yazdı Allah? Bilmirəm günahım nə oldu mənim, nə üçün bəxtimə qəm yazdı Allah? Nə dostdan yarıdım, nə də sevgidən. Hərəsi bir bıçaq vurdu kürəyə. Allahdan başqasını sevmərəm daha, mən tövbə etmişəm daha sevgiyə.